Təbii ki, həmin günlər Əbbasi hökuməti İmam Zaman ağanı özü üçün təhlükə görürdü və onun şiələri ilə əlaqədə olduğundan qafil deyildilər. Bu səbəbdən imamın nümayəndələri də məxfilik yolu ilə özlərini maksimum həddə gizli saxlayırdılar ki, hökumətin imama qayıdacaq şərrindən amanda qalsınlar. Diqqətli olun. Hökumət yəni bir neçə dəfə Həzrəti tutub zindana atmaq cəhdləri edir. Xahiş edirəm, qulaq asın. Qeybdə olan imamı tutmaq istəyirlər, qulaq asın. Onlar elə bilir ki, imam evin bir küncündədir də, padvalda gizlənib, nə bilim, Sərdardadır, harda. Bunlar belə düşünür. Qulaq asın. Sonra sual verəndə, adi bir dindən sual versən, cavab vermir. Niyə? Oturmurlar məclisdə. Ya məsələn, otururlar, fikirləri başqa yerdə olur. Lakin bütün talaşları nakam olaraq suya düşür. Bunun bir neçəsini mən sizə çatdıracağım indi. Əvvəlki söhbətlərimizdə möhtərəmlər demişdik ki, xanım Nərdisi bir müddət sorğu-suala çəkmək üçün saxlanmışdılar, düzdür? Bir müddət xanım onların zindanında qalmışdı, lakin heç bir şeyə nail ola bilməmişdilər. Və bir hadisə baş vermişdi, xanım nə olmuşdu? Onların əlindən qaçmışdı. Eşidirsən, həmin vaxtdan 19 il sonra paytaxt yenidən Bağdada köçürülür. 19 il sonra. İndi hadisələr cərəyan tapıb 19 ildən sonra yenə də ordu göndərirlər Samirraya ev axtarmağa ki, tapsınlar imamı. Paytaxt Bağdada köçürüldüyü zaman artıq xəlifə Mötəzid idi. Beləsin. Mötəzid hakimiyyətə gəldikdən sonra öz idarəçilik planının əvvəlini, ilkini, əslini, əsasını İmam Zaman ağanı tutub zindana salmaq qərar verir. Planının başını mı qoyur ki, mən tapacam onu. Tapıb onu zindana salacağım.